Xoş gördük əziz dinləyicilər. Rusiyanı bürüyən böhran və bu gün bütün dünyanın gözləri əlbəttə ki, Ankarada keçirilən NATO sammitindədir ki, bu sammitdə həm də Ukraynanın rəşadətli prezidenti məhz Zelenski iştirak edir. Nəzərə almaq lazımdır ki, 6-7 iyulda məhz Rusiyaya məxsus olan 7 gəmi 7-8 gəminin vurulması, yəni bunun içində mülki gəmilər də var, hərbi gəmilər də var. Krımın tamamilə demək olar blokadaya alınması, Krımda yaranan neft yanacaq çatışmazlığı kritik həddə çatıb. Digər ərazilərdə də bu bəla böyüyür. Rusiyanın əlbəttə ki, necə deyirlər, əleyhinə olaraq və bu günləri Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızstan kimi ölkələrdən neft almağa, yanacaq almağa çalışır. Bu da əlbəttə ki, bu böhranın heç vaxt qarşısını ala bilməz. Çünki bu ölkələrin özlərini təmin edəcək neft stansiyaları vardır. Bu mənada 2400 kilometr kənarda Omskda yerləşən və ciddi şəkildə qorunan neft ayırma zavodunun da vurulması Rusiyada olan bu yanacaq böhranını daha da qatılaşdırdı. Həm maliyyə böhranı ki, maliyyəçilər bu günləri bundan danışırlar. Bütün bunların fonunda batan Rusiya, batan Putin gəmisi fonunda biz dünya liderlərinin Ankaradakı çıxışlarına şahid olduq. O milyardlarla dollar yenidən məhz NATO'nun güclənməsinə pullar alındı, ayrıldı. Ukraynanın güclənməsi, Zelenskinin əlinin güclənməsi, Ukrayna ordusuna yardımların edilməsi məsələsində demək olar ki, bütün dünya bu mənada NATO ölkələri tam razıdırlar, tam sürətlə dəstək verirlər. Zelenskinin çıxışları da yüksək səviyyədə qarşılanır, hər kəs ayaq üstə qarşılanır. Yəni, müharibə fonunda Zelenskiyə artan dəstək, həm maliyyə dəstəyi, həm silah dəstəyi, amma digər tərəfdən isə çökən Rusiya iqtisadiyyatı, çökən Rusiya yanacağı və dövləti. Əlbəttə, bütün bu gedişlər bizə bu günləri onu deməyə tam surətdə icazə verir ki, bəli, Ukraynanın əli artıq o qədər güclənib ki, Rusiyanın masaya oturmaydan başqa, kapitulizasiya etməkdən başqa yolu qalmır. Çünki başqa yol, ikinci alternativ əlbəttə ki, Putinin ölümüdür. Biz çox istəyərdik ki, əlbəttə Azərbaycan xalqının xeyri də onu tələb edir ki, məsələn, Putinin fiziki olaraq məhvi Azərbaycan kimi dövlətlər üçün də xeyirlidir. Yəni, bugünkü dünya situasiyası bizə bunu deməyə əsas verir. Bugün artıq trollar da yoxdur. Bu günlərə artıq Rusiya bilirsən necə güclüdür deyənlər də yoxdur. Artıq hər kəs bitib. Niyə görə? Çünki bunları bağlayan ideologiya deyil. İran trolluğu ilə Rusiya trolluğu arasında bir fərq var. İran trolluğunun arxasında bir cəhalət, bir ideologiya durur. Amma Rusiya trolluğunun arxasında isə yalnız və yalnız pul və maliyyə durur. Bu günlər Rusiyada artıq o maliyyə də yoxdur. O maliyyə yalnız özünə ayrılır və trollar üçün ayrılmayan maliyyə fonunda biz bu günləri trolları da görmürük. Əlbəttə ki, dünya, bəşəriyyət Ukraynanın qalib gəlməsini, Ukrayna xalqının qalib gəlməsini istəyir ki, bu da bütün dünya üçün, bütün bəşəriyyət üçün, əlbəttə ki, demokratik dəyərlər olan, azad dəyərlərlə yaşayan bəşəriyyət üçün çox labüddür, çox vacibdir ki, Ukraynaya qalib gəlsin. Təşəkkür ederim.